Mətbəximdə düzən etmək mənim üçün rahatlıq deməkdir. İllərdir evimdə çeşidləmə üçün Marie Kondo qaydalarını tətbiq edirəm və bu mənə çox rahatlıq verir. Çeşidləmə və sadə qaydalarla həm vaxt qazanıram, həm israfın qarşısını alıram, həm də hər dəfə təmizlik dərdim olmur. Sizə həm də endirimli kampaniyalarla alış-veriş edərək necə kiçik şansları dəyərləndirə bilərsiniz, o haqqda danışmaq istəyirəm. Çünki illərdir sizə ötürdüyüm mesaj odur ki, qənaət ona görə etmirik ki, pulumuz yoxdur, ya da müasir enerji dili ilə desəm, kasıblıq enerjisi paylaşırıq. Ona görə edirik ki, markalar rəqabət üçün zaten belə kampaniyaları edir və niyə də bunda biz qazanan müştərilər olmayaq? Sadəcə hər 10 manatlıq alış-veriş bir şans deməkdir. Təsəvvür edin ki, qəbzdəki QR kodu skan edirsiniz və qeydiyyatdan keçirsiniz. İndiyənə qədər 270-dən çox hədiyyə qazanılıbdır və həm də avtomobil qazancı olub. İndi isə son tirajdır və son 2 gün var. 25 sentyabr saat 20:45-də ARD TV-də canlı yayımda qaliblər açıqlanacaq. Bu arada çeki saxlamağı unutmayın, çünki qalib olsanız o çek sizə lazım olacaq. Mən də son şansımı sınamaq istədim. Niyə də yox? Zaten alış-veriş edirəm. Bir maşın qazansam bu nə pisdir ki?